Dövlət Dəniz Agentliyinin sabiq rəhbəri hazırda Dövlət Dəniz Akademiyasının rektoru Qüdrət Qurbanovla bağlı ilginc məlumatlar iddia olunur. Bölgə TV Paytaxt Orqestin adlı xəbər verir ki, bu barədə bilgi verən mənbənin iddiasına görə Qurbanov vaxtilə işlədiyi agentlikdən və Dəniz Akademiyasından yığdığı milyonlarla ölçülən rüşvətə hazırda qumar oynamağa xərcləyir. Qurbanov həmçinin həmin pullarla qızı Kəmaliyə 1 milyon manata obyekt alaraq hədiyyə etdiyi bildirilir. Agentlikdə olduğu kimi, akademiyanı da bazara çevirən Qurbanov, Ramiz Mehdiyevin xas adamı olduğu üzün Boz Kardinalın gəmilərinin idarə edilməsində nəzarət edir. Mənbənin iddiasına görə Eldar Mahmudova da öz yaxınlığı ilə bilinən Qurbanov, Sabahil rayon Xanlar küçəsi 1-də rayonda qeydiyyatda olan sakinlərə məxsus qarajları zorla əllərindən alaraq sökdürüb, yerində hündür mərtəbəli binalar inşa etdirməkdədir. Qurbanovla bağlı qanunsuz fəaliyyət bununla bitmir. İddia edən mənbə daha sonra deyir ki, Qüdrət Qurbanov vaxtilə agentlikdə sertifikatla yanaşı diplom alveri ilə də məşğul olub. Məlumata görə vaxtilə administrasiya rəhbərliyi matros diplomunu 2500-3000, Bosman diplomunu 4000-5000 manata satdırıb. Mehdiyeva arxayın olub vəzifəsindən sui-istifadə edərək talançılıqla məşğul olan Qurbanov bütün fəaliyyətinin araşdırılmasına gərək var. Bu isə Dövlət Təhlükəsizlik Xidmətinin və Baş Prokurorluğun qərar verə biləcəyi işdir. İnanırıq ki, Mehdiyevlə bağlı olan Qurbanov da onun kimi ölkə qanunlarının qarşısına çıxarılıb cəzalandırılacaq. Dilbər Vüqar qızı, Bölgə TV.